ekranı görməz hal-hazırda, düzdürmü? Görürsünüz? Yox, belə paylaşmıyor. Belə yaxşı deyil. Belə paylaşın. Görməlisiniz, düzdür? Deməli, səs də gəlir, ekran da görsənir. Problem yoxdur ki. Əla. Deməli, bugünkü dərsimdə də simsiz və SOHO şəbəkənin quraşdırma. SOHO şəbəkəsi nə deməkdir? Gəlin ilk öncə ondan başlayaq. O SOHO şəbəkəsini mən deyəsən hara yazdım? SOHO şəbəkəsini əvvələ yazmalıyam, səhv etmirəmsə. Bəli. Bircə saniyə. İlk öncə başlayaq nədir? İlk öncə başlayaq simsizdən. Simsiz şəbəkə qoşulması. Yəni simsiz şəbəkə. Çünki iki hissələr var. Simsiz və SOHO şəbəkələrinin quraşdırılması. İlk öncə başlayaq simsiz şəbəkələrdən. Simsiz şəbəkələr qoşulması nə deməkdir? Simsiz şəbəkə sizin heç bir şəkildə hər hansı bir kabelə, hər hansı bir naqilə, şunura ehtiyac olmadan internet şəbəkəsini və yaxud da ki, internet şəbəkəsini deyə, ümumiyyətlə şəbəkəni cihazlar arasında nəql etməyinizə, yəni cihazlar arasında ötürməyinizə yardımcı olan bir qoşulma üsuludur. Nə deməkdir simsiz bu? Yəni sizin heç bir şəkildə hər hansı bir naqilə, heç bir şəkildə hər hansı bir belə deyək, birləşdirici konnektora, qəbul edici olsun, bunlara ehtiyacınız olmadan şəbəkələr arası cihazlar arasında şəbəkənin ötürülməsini təmin etməyinizə yardımcı olan qurğulara, hansı ki bu qurğularda nə ola bilər? Switchdir, routerdur, modemdir, access pointdir və s. və ilaxır kimi qurğulara deyilir simsiz şəbəkə cihazları. Simsiz şəbəkə cihazları. Çünki bunların heç bir şəkildə ötürülməsinə, cihazlar arasında şəbəkəni yaratmaq üçün heç bir şəkildə nəyə ehtiyacı yoxdur? Kabellə quraşdırılmasına ehtiyac yoxdur. Düzdürmü? Yəni kabellə quraşdırılmasına ehtiyac yoxdur. Və artıq günümüz dünyamızda ən çox istifadə olunan cihazlarda məhz simsiz şəbəkə cihazlarına aid olan qurğulardır. Router olar, switch olar, access point olar, modem olar və s. Bunlar hər biri ən çox istifadə olunan qurğular siyahısına daxildir. Nəyə görə? Nəyə görə? Çünki simsiz şəbəkə cihazlarının quraşdırılması birincisi maddiyyat tərəfindən çox daha sərf edir. Nəyə görə sərf edir? Çünki siz təsəvvür edin ki, evinizə modem quraşdırırsınız, və o modemin paylanması üçün sizin heç bir şəkildə bir baş serverə ehtiyacınız yoxdur. Və yaxud da ki, o modemdən gələn internetin, yəni şəbəkənin paylanması üçün sizin heç bir şəkildə əlavə Ethernet kabelləri var idi, ERJ45 dediyimiz. Onlara ehtiyacınız yoxdur. Yəni sizin bir dənə evdə modeminizin olmağı kifayət edir ki, hər bir kəs internetə çıxışı olan cihaz vasitəsilə həmin şəbəkəni qəbul edə bilsin. Ona görə, məsələn, nə deməkdir? Tutalım, baş modem var, bir dənə modem var. O modemdən istifadə etdiyiniz müddətdə nə edirsiniz? PAN şəbəkəsi vasitəsilə, PAN dediyimiz var, personal şəbəkə vasitəsilə, onun vasitəsilə siz modemdən interneti qəbul eləmiş olursunuz, interneti almış olursunuz. Düzdür, nə edirsiniz? Girirsiniz bura, adımın üzərində, girirsiniz bura, bir dənə burada connect işarəsinə basırsınız, nə etmiş olur? Buna connect, yəni qoşulmuş olur buna. Düzdürmü bu hissə? Və qoşulur bu hissə. Və bununla əlavə sizin xərciniz nəyə görə yox? Şəbəkə birincisi sizin əlavə bir serverə ehtiyacınız yoxdur. İkincisi sizin əlavə bir kabellərə ehtiyacınız yoxdur. Ethernetdə necədir? Yəni simli kabellə necə? Maddiyyat tərəfi çox olan kabellə necədir? Maddiyyat tərəfi çox olanda nə baş vermiş olur? Yəni necədir? Aha. Görürsünüz bu hətta yəni burada göstəreyim mən. Şəkildə aydın görürsünüz. Ethernet kabelləri. Görürsünüz də bu Ethernet kabelləri. Bu Ethernet kabelləri Cat5, Cat6, Cat köhnə formaları, Cat5y'lər, 6y'lər, 6A'lar və s. kimi bu dərsdə var. Bunlar hər biri Ethernet kabelinin növləridir və bunlar növlərinə görə də, yəni ötürülmə sürətlərinə görə də özləri də parçalanırlar. Və sizin də artıq evdə simsiz qoşulma aləti olduğuna görə də artıq bu kimi cihazlara nə lazımdır? Bu kimi cihazlara ehtiyacınız qalmır. Bu kimi cihazlara, yəni bu kimi cihaz deyə bilədir. Bir saniyə baxıb rekord gedirmi? Aha.
Bu kimi cihazlar dediyim nədir? Yəni bu kabellərə ehtiyacınız qalmır. Yəni maddiyyat tərəfindən nə etmiş olursunuz? Qənaət etmiş olursunuz ki, çünki təsəvvür edin sizin evdə modemdən qoşulmaq üçün hər bir cihaza mütləq şəkildə nə lazım idi? RJ45, yəni Ethernet kabel lazım idi. Siz təsəvvür edin evdə 10 dənə cihaz varsa, 10 dənə də Ethernet kabel lazımdır ki, hər bir cihaza qoşulsun. Yəni bu sizin bəli. Həm çəkmək cəhətdən, yəni o maddiyyat cəhətdən, həm də vaxt itkici cəhətdən. Yəni bir Ethernet kabellərini çəkmək, baş modemə bağlamaq, çək, at kənara kimsə gəlib qoşulacaq. Çək, at kənara ki, kimsə gəlib qoşulacaq. Ona görə vaxt itkisinə də gəlib nə etmiş olur? Vaxt itkisinə də gəlib səbəb olmuş olur. Əlavə olaraq da vaxt itkisi dediyimiz kimi əlavə olaraq da RJ45-lərin Ethernet kabellərin ötürülmə sürətində zəiflikləri var. Nə deməkdir ötürülmə sürətində zəifliklər? Yəni o kabellər 50-60 metr arası məsafəni nə edirlər? 50-60 metr məsafəni ötürə bilirlər. Ona görə çox vaxt iş yerlərində 55 aralığında qoyurlar o məsafəni ki, o məsafəni 55 aralığında qoyurlar o məsafəni ki, yəni çox qırılma nə olmuş olur? Çox qırılma baş vermiş olmasın. Düzdür? Yəni çox nə eləmişəm? Qırılma baş vermiş olmasın. Ona görə də nə eləmiş olurlar? Avtomat siz bunu təsəvvür edin, evdə çəkdiyiniz vaxtı nə baş vermiş olacaq? Yəni hər bir kəs məcbur olacaq ki, nə eləmişəm? Hər bir kəs məcbur olacaq ki, yəni müəyyən məhdudiyyət, yəni çərçivə daxilində avtomatik şeyə gəlib qoşulsun. Yəni istədiyi vaxt, istədiyi yerdə nə edəcək? Qoşula bilməyəcək. Yəni ona görə, yəni bu nə etmiş olur? Artıq problem yaratmış olur. Qırılma problemi nə etmiş? Qırılma problemi yaradır. Hə. Bəli. Yox. Switch-də. Yox, onun internetə gəlməsi üçün. Yox, siz bu simsizi modemi şeylə qarışdırmayın. Modem switch-lə. Nəyə görə? Çünki providerdən gələn internet buna ötürülməlidir axı. Sizə providerdən gələn internet ötürülməsi mütləq şəkildə kabel lazımdır. Çünki nəyə görə? Provideri tutanla baş mərkəz şeydədir. Nə bilim, məsələn, Nəsimi rayonunda yerləşir, sizin evinizdə yerləşir Əhmədidə məsələn. Yəni məsafəyə baxın bir dənə. Mütləq şəkildə oradan ora LAN kabel vasitəsilə, yəni LAN kabel telefon xətti vasitəsilə gəlməlidir. Yəni məsafə çox böyük olanda. Yəni bəli, providerdən mütləq şəkildə sizə gələn internet RJ45 Ethernet kabelinə ötürülməlidir. Bu danılmazdır. Amma sizin evdə artıq onun paylanması üçün RJ45, Ethernet, Cat5, Cat6 bu tip kabellərə ehtiyac yoxdur. 5G olsun. Bunlara ehtiyac yoxdur. Amma o providerə gələn internet üçün mütləq şəkildə nə lazımdır? Mütləq şəkildə lazımdır. İnternet, yəni internet ötürülməsi xətt lazımdır. Yəni o xətt mütləq şəkildə olmalı deyil. Siz onu deməyin ki, bu simsizdir. Simsiz o deməkdir ki, yəni bundan bu PAN şəbəkəsi vasitəsilə, yəni heç bir qoşulma olmadan siz cihazlardan istifadə edirsiniz. Cihazlar vasitəsilə istifadə edirsiniz. Amma bu özü də mütləq şəkildə kabellə qoşulmalıdır ki, providerlə. Buna ötürülmə baş verir. Çünki həmin providerlə gələn internet harda olsun, boş modemi alıb evə taxanda kabelsi nəsə işə yarayacaq ümumiyyətlə iş görəcək. Bəli, elə belə qalacaq. Bəli. Yəni ona görə ona görə narahat olmayın. Ona görə mütləq şəkildə nə lazımdır? Ona görə mütləq şəkildə bu kabelə kontent çıxarıb. Mütləq şəkildə internet gəlməsi üçün onun kabeli lazımdır. Yəni siz onu deməyin ki, yox, elə şey imkansızdır ki, gəlsin, amma internet gəlsin, amma işləməsin. Bəli. Providerə internet gəlməlidir. Mütləq şəkildə. Sonra keçək növbətimizə. Bunların da Vüqar bəy, yadda saxlayın
var? Bunların da standartları var. Bunların da standartları var. Bunların da standart. Aha. Bu standartlar nə deməkdir? Mən sizə izah edeyim. Bu bizə saniyə bu şunları qoyum yerinə. Aha, bu standartlar nə demək? Bu standartlar şəbəkənin standartlarıdır. Şəbəkə standartları. Yəni bu kabellərin standartları 802.11-dir, 802.11, 802.11b-dir, 11G var. Bunların da hamısı növləri var. 11A var, B var, G var, M var. Bunların hamısının fərqli xüsusiyyətləri var. Yəni ilk öncə başlayaq elə ən birincisindən, sadəsindən 802.11. Yəni 802.11 şəbəkəsi Ethernet şəbəkəsinə bənzəyir. Yəni Ethernet kabelinə bənzəyir. Simsiz kabeldir. Simsiz kabeldir. Hə. Yəni nə deməkdir? Nə deməkdir? Bircə saniyə. Düzəldim bunu. Hə. İtmə niyə baş verdi? Bir saniyə. Sizdə ekran görsənir? Bəs məndə niyə görsənmir? Yine OBS-dən oldu görəsən. Yox, OBS-i görürəm axı. Sizə görsənir dəqiq? Hə. Bəs mənə niyə qara ekran gəldi ki? Yox, ondan deyil. Sən heç nə girə bilmirəm ki. Yox, ehtiyac yoxdur. Bircə saniyə özünə gələcək. Düzəldi. Deməli, nə deməkdir? 802.11 onlar nə deməkdir? Yəni belə deyək, Wi-Fi texnologiyasına daxildir. Bu 802 standartlar, yəni standartlardan danışıram ki, standartlar nə deməkdir? 802.11-dir, A-dır, B-dir, C-dir. Bunlar nədir? Bunlar belə deyək, Wi-Fi standartlarına daxildir. Yəni simsiz şəbəkənin necə işləməsini müəyyən edən qaydalardır. Bir növ simsiz şəbəkənin necə işləməsini müəyyən edən qaydalardır. 802.11 Vüqar bəy 802.11 ilk versiyada 1997-ci ildə yaranmış ilk versiyada. Yəni çox yavaşdır 802.11. Yəni indi demək olar istifadə olunmur 802.11. Yəni bu standartlar nə deməkdir? Bu standartlar Wi-Fi-nin standartları, yəni simsiz şəbəkənin, wireless şəbəkənin də necə işləməsini müəyyən edir. Yəni onların hansı sürətlə gedəcəyini müəyyən edir. Onun hansı sürətlə. Çünki bunların hər birinin sürəti ayrıdır. Necə hansı sürətlə gedəcəyini müəyyən edir. 802.11 ən yeni çıxmış, ən köhnə çıxmış versiyada, yəni istifadə olunmur artıq günümüzdə. Demək olar ki, istifadə olunmur. Çox yavaşdır və ona görə istifadə olunmur. Sonra ondan sonra var 802.11a olmalıdır. 11a, bəli. 11A daha stabildir. 11A daha stabildir. Sürəti, yəni sürəti 54 megapaskala bərabərdir. Megabit paskala bərabərdir. Sürəti 54 megabit paskala bərabərdir. Bunun çıxdığı il 1999-dur. 1999-dur. Sonra standartı tezliyi 5 GHz-dir. 5 GHz tezlikdədir. Sürəti 54 megabolt paskala qədərdir. Və bu nədir? Bu daha stabildir, amma yenə dediyim kimi bu çıxmış ikinci versiya olduğuna görə ilkdən sonra 11-dən sonra 11A çıxdı. Yəni bu da çox istifadə olunur. Düzdür, 11 ümumiyyətlə istifadə olunmur artıq müasir dövrdə, amma bundan az da olsa istifadə edən var, amma redki olduğu təqdirdə. Nə olur ki, o redki olduğu təqdirdə istifadə olunur. 4 o Wi-Fi deyil, o kompüter. Yox, o kompüterin nəsilləri idi. Birincisi kompüterin bölünmə nəsilləri idi. Amma buna aid eləmək olmaz. Amma belə fikirləşə bilərsiniz ki, bu nəsillərlə yox, modem yarandıqca, yəni modemin inkişaf tarixi getdikcə artıq bundan istifadə olunmağa başlayıb. Yəni belə fikirləşək, kompüterin 6 nəsli var idi. Hansı ki, birinci nəsildə perfor kartı idi, xarici yaddaş qurğusu, elektrik lampalar, sonra keçdi oldu elektrik diskinə. Sonra oldu maqnit lentinə, sonra maqnit lenti oldu maqnit diskə, sonra böyük integral sxemlər, kiçik
si inteqral sxemlə belə-belə gəldi ya. Bax, bu da onun kimi, yəni Wi-Fi texnologiyası inkişaf etdikcə artıq bu texnologiya da ona uyğun eləmiş olur, ona uyğun inkişaf etmiş olur. Yəni onunla birgə inkişafını artırmış olur. Sonra 802.11a-dan sonra gəldik nəyə? A-dan sonra haradadır bu? Gəldik B-yə. B deməli sürəti B ilə A-nın belə deyək, B sürəti 11 olmalıdır. 11-dir, bəli. 11 megabolt paskala qədərdir. 11 megabolt paskala qədərdir. Sürəti, tezliyi 2.4 gigahertzdir. Bu da köhnədir, bu da köhnədir. Bu da köhnədir, bəli, bu da köhnədir, bu da köhnədir. Köhnədir, amma bunun 11A-dan bir dənə fərqi var ki, bu ucuzdur. Yəni çox ucuzdur, maddiyyat cəhətdən ucuzdur. Hətta deyərdim ən ucuzlarından biri budur. 802.11b. 11-dir. 11 nədir? Çox ucuzdur mahiyyətcə və ucuz olduğuna görə də avtomatik olaraq nə baş vermiş olur? Ucuz olduğuna görə də yadda saxlayın. Ucuz tipli cihazlarda daha çox bundan istifadə olunur. Yəni ucuz tipli şəbəkə cihazlarından daha çox bundan istifadə olunur. Ucuz olduğuna görə. Yəni qoşulmasına çox tələbat olmayan, qoşulmasına belə deyək, çox olmayan, qoşulmasına çox xərc çəkilməyən şəbəkə cihazlarında bundan istifadə olunur. Bəli. Yox, əvəz eləyirlər. İndi bizə saniyə. Mən niyə internetə qoşula bilmirəm? Bəs internetdən danışırıq, mən internetə qoşula bilmirəm. Var, görürəm, prosta. Hə, 5 indi mənə də gəldi. Sonra bundan sonra nəyə keçirik? Bundan sonra var. Mən bir dənə. Deməli, bundan sonra burada da 11A, B-ni dedi, hətta bunu bundan qabağa atmalıyıq. 11B-ni dedi. 11C var. 11C nə deməkdir? 11C, yadda saxlayın ki, 11C ən populyardır. Yəni, B ilə A-nın qarşılığı C-dir. B ilə A-nın qarşılığı C-dir. 2003-cü ildə yaranıb, baxın, qeyd olunub burada. Ən müasir deməyək, yəni müasir tiplərdən biridir. 2003-cü ildə yaranıb. B ilə A-nın qarşılığı, yəni B ilə A-nın elədiyi funksiyalar, çünki B-nin elədiyi funksiya ayrıdır, A-nın elədiyi funksiya ayrıdır. Artıq onun elədiyi funksiyalar bu G-də bir cəmləşib, Vüqar bəy. Yəni G-də cəmləşib. Ona görə buna çox vaxt deyirlər B ilə A-nın kombinasiya olunmuş forması. B ilə A-nın nə forması? Kombinasiya olunmuş forması deyirlər buna çox bir zaman. Çünki niyə? İkisinin qarşılığı olduğuna görə. İkisinin qarşılığı olduğuna görə buna onun nə edirlər? Buna onun bu bəli. Maddiyyat cəhətdən bu bahadır. Ən populyardır. Yəni ən populyarlarından biridir. Belə izah edeyim, ən populyarlarından biridir. Ən populyarlarından biridir. Sonra bundan sonra N-də var. Düzdür, N çox istifadə olunmur. Ona görə mən də bura qoymamışam. Bunlar arasında fərqlərə baxaq. Bunlar belə yadda saxlayın ki, bir sürət fərqləri var, Vüqar bəy. Bir də tezlik fərqləri. Bir də ki, bunların məsafə ötürülmə sürətlərinin uzunluqları. Yəni tipləri var, tezliyi var, maksimum məlumat sürəti var. Modulyasiya var, daxili diapazon var, bir də ki, outdoor, açıq diapazon var. Yəni, daxildən nə qədər məsafəyə qədər çəkilməyə icazə verir, bir də xaricdən, yəni çöldən nə qədər məsafəyə qədər çəkilməyə icazə verir. A-da 2.4 standartıdır. 2.4 standart, yəni 802.11 standartıdır. A-da 802.11a-da 5 GHz-dir. B-də, G-də, N-də. B-də, G-də 2.4-də hər ikisində. N-də isə 2.4-dən 5 GHz arasında dəyişir. Bunların maksimal məlumat sürəti, baxın, ən azı təbii 802 neydədir? 11-dədir, yəni ən birinci çıxandadır. 54A-dadır, sonra 11B-dədir.
C54, ən sürətlisi olan 600-dür. O DSS of DM falan nədir? Modulyasiyalar. O modulyasiyalardakı bəli, o modulyasiyalarda modulyasiya texnikalarıdır. Onları burada izah eləmişəm. Modulyasiya texnikalarıdır. İndi ona gələcəm olsa nədir? Yəni belə. Bir də belə deyək, daxili diapazonu var, xarici diapazonu var. Onlar nə deməkdir? Daxili xarici diapazon onların uzunluqları. Məsələn də Ethernet kabeli 50-55, 55-60-a qədər məsafəyə ötürülmürdü. Bu da onun kimi 20-dir, 35-dir, 40-dır, 100-dür, çöldən 100-dür, 120-dir, 140-dır və s. Ona görə nə etmiş olur? Belə dəyişmiş olur. Buradan bir sual var. Enə ehtiyac yoxdur, yox. Enə çox qoymamışıq, enə ehtiyac yoxdur. Hə, deyəcəm, yox, deyəcəm. Onsuz yox, bunu deyə göstərə keçməmişəm. Bəli, bəli. Biri çöldən, outdoor çöldəndir, o birisi xaricdəndir. Bəli, içəridən aparmağa görə gedir. Hə. Indoor içəridəndir. Çöldən 100 metrə qədər şəbəkəni apara bilirsiniz. İçəridən onu da 20 metrə qədər apara bilirsiniz. Hə, ya bunlar da fərqlidir də. Yəni LG kimi bunlar da fərqlidir. Bunlar da şey kimi. Bunlar köhnə üsul olduğuna görə həm çöldən, həm içəridən dəyişə bilirlər. Belə. Hə, gərək modulyasiya texnikaları. Modulyasiya texnikaları, baxın burada yazmışam. Biraz böyüdək istəyirsə. Nə deməkdir modulyasiya nələri? Texnikaları. Bir dənə bu qara da yeyək, daha yaxşı görsənsin. Qara nə deyək? Bold deyək. Aha. Deməli bunlar, bu gördüyünüz modulyasiya texnika FCA var, FHSS var, DSS var, OFDM var. Hansı ki bunlarda var idi də modulyasiyalar. Modulyasiyalar nə deməkdir? Bu modulyasiyalar, Vüqar bəy, modulyasiyalar. Simsiz rabitədə, xüsusilə Wi-Fi şəbəkəsində məlumatların havada necə ötürüldüyünü müəyyən edən texnologiyalardır. Yəni məlumatların bax bunu gözlə görmək mümkün deyil. Gözlə görmək mümkün deyil. Çünki məlumatların sizə gəlməsi, siz belə deyirsiniz, modemdən mənə məlumat gəlir, simsiz vasitələr gəlir. O məlumat sizin telefonunuza necə gəlir? Heç nə. O modemdən göydən uçur gəlir sizin telefonunuza. Orada ötürülmə prinsipi deyilən bir anlayış var. Yəni ötürülmə prinsipi onu gözlə görmək mümkün deyil. Gözlə görmək mümkün deyil. Bilirsiniz nədir? Dalğa formasında olur, yəni dalğa olur, ya tezlikli olur. Bir növ elə bir ki, o şəbəkələr gəlir sizin telefonunuza. Yəni belə fikirləşin də, siz necə olur ki, modem tutalında siz aşağıdasınız, modem yuxarıda, amma siz internetə qoşula bilirsiniz. Ya o tezlikdən bu tezliyə necə gəlib çıxa bilirsin telefonunuza? Bunlara deyirlər modulyasiya texnikaları. Modulyasiya texnikaları. Nə deməkdir? Başa düşdünüz, yəni nə demək istəyirəm? Bəli, bəli. Bilirsiniz nədir? Məsələn, bu belə fikirləşin də, diffuziya hadisəsi var idi fizikadan. Məsələn, otaqda olan bir ətri iyinin, qaz iyinin yayılması zərrəciklər vasitəsilə. Hə, bax bu da onun kimi bir proses. Yəni bunu gözlə görə bilmirsiniz. Gözlə görmək imkansızdır bu prosesi. Buna modulyasiya prosesi deyilir. Yəni gözlə görünməsi imkansız prosesdir. Modulyasiya texnikaları, modulyasiya. Yəni paylanır. Yəni belə fikirləşin, siz zaldasınız, mətbəxdə də ki Wi-Fi aparatı var. Həmin Wi-Fi aparatı gəlib zala necə çatır? Paylanır. Yəni şəbəkə paylanır. Diffuziya necədir? Ətrin idi, qazın idi, yəni ümumiyyətlə də havada paylanaraq qoxusu sizə qədər gəlirsə, burada da şəbəkə paylanaraq həmin şəbəkə gəlir sizin cihazınıza qədər. Yəni cihazınız hardadırsa, həmin şəbəkə də gəlir sizin cihazınız olduğu yerə qədər. Necə ki? Aha. Yox, bildim, başa düşdüm, başa düşdüm. Amma belə fikirləş. Yox. Siz onu səhv başa düşdünüz. Belə fikirləşin də.
ətri tökən zaman, evdə incə o saat hər yerə yayılır. Yəni qapı bağlı olsa belə, o zərrəciklər vasitəsilə, yəni o mümkün deyil ki, siz bir qapalı qutuda yaşayacaqsınız. Ya nə bilim qapının altından mütləq hava keçmək üçün havalandırma olacaq, ya qapı açıq olacaq, ya da ümumiyyətlə də yəni mümkün deyil dörd divar arasında olan bir hadisə baş versin. Ona görə onun şəbəkənin gəlməsi üçün yer keçəcək. Plus da, yəni bu şəbəkə elə bir belə deyək, anlayışdır, ideologiyadır ki, bu bağlı divar qapı, bu siz necə də bir nəzəri anlayış deyil. Yəni əyani anlayış deyil ki, siz buna tutanda nə bilim bu zərrəcikdir. Yəni atom parçasıdır. Bildiniz necə? Bu əllə tutacaq bir şey deyil ki, yəni divar bağlı olsun. Nə bilim 4 divar olsun, mən heç yerə keçə bilməyim də. Bu atomdur, zərrəcikdir. Yəni parçalanan bir şeydir. Hissədir bu. Yəni bu mütləq şəkildə oradan keçəcək. Belə, yəni bu nəzəri bir anlayış deyil. Yəni daha doğrusu nəzəri anlayışdır. Əyani bir anlayış deyil ki, siz bunu əlinə görəsiniz, nə bilim, toxunasınız, əl vurasınız, şəbəkəni qeyd eləyəsiniz və s. Buna imkansızdır. Sadəcə bunu fikir olaraq, zikir olaraq eləmək olar. Yəni fikrinizdə canlandıra bilərsiniz. Mən də şəkillərini əlimdən gələn qədər ən yaxşı şəkillərini tapmışam ki, bunları ifadə edən şəkilləri. Onları görəsiniz deyənə. Yəni bu elə bir şey deyil ki, yəni siz bunu tutalım da qapı bağlı oldu, qapıdan çıxmadı və s. kimi bir prosesdə icra eləyəsiniz. Bəli. Bəli. Yəni hər hansı bir tərəfə deyəndə modemin onsuz da bizdə modem hansı şəbəkə vasitəsilə qoşulur? LAN, düzdür? LAN-ın açar sözü nə idi? Məhdudiyyət. Nə idi? Məhdudiyyət. Bəli. Məhdudiyyət olduğuna görə də avtomatik nə baş vermiş olur? Bir saniyə. Məhdudiyyət olduğuna görə də avtomatik LAN şəbəkəsi, yəni baxır siz hardasınız. Yəni baxır siz neynəsiniz? Baxır siz Bəli, baxır siz hardasınız. Yəni məsafə fərq eləyir təbii ki də. Wi-Fi-nin sürəti artan zaman sizin artıq məsafə genişliyiniz artır. Wi-Fi-nin sürəti artmaq bilirsiniz nə deməkdir? LAN kabelin nədir? Providerdən gələn sürət artır ona görə. Yox. Davam et. Və bu modulyasiya texnikalarında növləri var. İndi o növlərinə değinəcəm. Bircə saniyə. Bu modulyasiya texnikalarının növləri var. FSH var, DLSS var, OFDM var. Onlar hər biri nədir? Gəlin baxaq istəyirsinizsə. İlk öncə başlayaq FHS-dən. Nə deməkdir FHS? FHS deməli Vüqar bəy. FHS tezlik sıçrayışı yayılma spektri, yəni əvvəlcədən müəyyən edilmiş tezliklər diapazon ötürülməsinə sıçrayaraq rabitəni bunu izah ilə həyata keçirir, dəyişən və sizin həqiqi ucundur. Yəni nə deməkdir? Bu şəkli mən bir dənə böyüdüm, ən yaxşısı. Bu böyüdüm, belə full ekran eləyək, sonra da balacalaşdırırıq, o problem deyil. Bunu buradan keçək, bunu buradan keçək, bunu buradan keçək, bunu belə. Yaxşıdır belə. FHSS protokolunda, frequency hopping spread spektrumda əvvəlcədən müəyyən edilmiş
tezliklər arasında diapazon baş verir. Yəni əvvəlcədən müəyyən edilmiş tezliklər arasında diapazon nə deməkdir? Onu sizə izah edeyim. Bu birinci ilk öncə o baxım rekord gedirmi? Bəli, rekordumuz gedir. Heç bir problem yoxdur deyə ümid edirəm. Aha. Yəni burada nə baş vermiş olur? Burada artıq Wi-Fi-nin ötürülmə aralığı, Wi-Fi-nin şəbəkənin ötürülmə aralığı, şəbəkənin ötürülmə cihazları əvvəlcədən müəyyən edilmiş. Nə deməkdir? Biz keçən dərsdə modemi konfiqurasiya eləyəndə cihazlara məhdudiyyət qoymağı gördük ya. Hansı cihaza neçə saatlıq məhdudiyyət, hansı cihaz hansı ki rifah hissəsində idi, hansı cihaza ümumiyyətlə MAC adresini yazaraq məhdudiyyətini kəsməyi, məhdudiyyətini gördünüz? Hə. Bəli, rifah və valideyn nəzər. Bu o deməkdir ki, artıq siz modemi konfiqurasiya edən zaman, həmin cihaza, belə deyək, ignore edirsiniz həmin cihazı. Yəni həmin cihaza bir məhdudiyyət qoyursunuz və bu məhdudiyyət çərçivəsində artıq müəyyən olunmuş cihazlar. Tutalım da evdə 5 dənə cihaz var, onlardan 3-ünə məhdudiyyət qoyursunuz. Artıq modem nə edir? Yəni şəbəkə ötürən cihaz nə edir? İkisinə artıq şəbəkəni ötürməyə başlayır. Düzdür? İkisinə. Bu ikisinə də şəbəkəni ötürdüyü zaman da baxın burada əvvəlcədən müəyyən edilmiş. Əvvəlcədən müəyyən edilmiş termini bax buna uyğun deyilir ki, avtomatik olaraq şəbəkə əvvəlcədən müəyyən edilir. Yəni bu iki cihazı, nə bilim, kompüterdən tutalım da Samsung markalı telefona mən şəbəkəni ötürəcəm. Olsun bu da telefonum olsun, kompüterim olsun Acer. Telefonda Samsung. Hə, bunlara ötürəcəm. Əvvəlcədən müəyyən edirəm və bu əvvəlcədən müəyyən edilmə vasitəsilə də avtomatik olaraq nə etmiş oluram? Həmin iki cihaza ötürülmüş oluram ancaq internet şəbəkəsinə. Bəli. Yəni digərləri işləmir, avtomatik olaraq buna işləyir və bunun üzərində şəbəkəm, cihazım gedir. Bu aydın oldu? Necə? Bəli, FHS. Yadda saxlayın. Soruşa bilər ki, müsahibədə əvvəlcədən müəyyən edilmiş prosesin, modulyasiya texnikalı prosesin adı nədir? FHS. Nə deməkdir əvvəlcədən müəyyən edilmiş? Açıb konfiqurasiyada məhdudiyyət qoyursunuz. Ki, ancaq bu iki cihaza yönləndirmə baş versin. Bəli. Sizin istədiyiniz cihazlara. Sonra nə var? Birbaşa ardıcıllıqla yayılan spektr, yəni DSS var. Ötürüləcək məlumatı daha yüksək sürətlə ötürməyə, əlavə etməyə, rabitəni həyata keçirməyə icazə verir. Yəni nə deməkdir DSS? DSS nə deməkdir? DSS prosesi, nə qaralıyaq? Yox, qırmızıyıq. DSS bir dənə bold eləyək bizə saniyə. Yaxşı görsəm. DSS prosesində, Vüqar bəy, DSS prosesində ötürüləcək məlumatlar daha yüksək sürətlə ötürməyə, yəni daha sürətlə yüksək ötürməyə imkan yaradır DSS prosesində. Yəni DSS prosesində bizi nəyə görə daha sürətlə ötürülür? Birincisi, sizin interneti qəbul edən modeminizin gücü çoxdur. Əlavə olaraq da modemin gücündən də əlavə onun qəbul edən internet şəbəkəsində siz artırırsınız. Bəzən görmüsünüz internet zəif olanda nə edirlər? İnternetin sürətini artırırlar providerdən. Maddi cəhət, yəni qiyməti artırdıqca, nə bilim 25 yox, 35-lik istifadə elədiyiniz müddətcə artıq sizin internetin sürəti də artmış olur. Düzdür? Hə. Bəli, yəni DSS prosesi onda baş verir. DSS prosesi onda baş verir ki, sizin internet sürəti artdığınız müddətcə artıq şəbəkəyə cihazınız daha sürətlə internet qəbul edəcək. Düzdür? Onda da birbaşa olaraq DSS prosesi baş vermiş olur. DSS-ə gedir, bəli. DSS prosesi baxın, ötürüləcək məlumatlar daha nə yazılır burada? Daha yüksək sürətli. Bəli. Yəni sürət artıqca təbii ki də maddiyyat da artır. Sonra var ortoqonal tezlik. Ortoqonal tezlik nədir? Yəni OFDM məlumatları alt siqnallara bölməklə eyni vaxtda ötürməyə rabitdir. Yəni alt siqnallara bölmə şəklini tamamilə alt siqnallara bölmək nədir? Yəni məlumatı parça-parça göndərir. Birdən-birə bütün məlumatı yox, bütün şəbəkəni yox, sizə parça-parça şəbəkəni göndərir. Yəni bu bir növ nədir? Parçalama əməliyyatı yerinə yetirir. Yəni məlumatı bölür, ancaqsa elə göndərir, parça-parça göndərir məlumatı.
parça ofdiyem. OFDM şey deyirlər buna. Texnikası, modulyasiya texnikası OFDM. Bəli, bəli. Parça. Aha. O olur. Onun adı olur OFDM. Hə. Bir növ desə, yəni dolayı ilə hə, bəli. Bircə saniyə. Aha. Lap yaxşı, başa düşürsə. Nə gözəl. Keçək o zaman bunun ardına. Bunun ardında nə var? Bunun ardında bircə saniyə. Sonra deməli nə var burada? Sonra var VPI sistemləri. VPI sistemləri nə idi? Təhlükəsizlik modemlərdə olan təhlükəsizlik sistemləri. Hansı ki biz demişdik artıq müasir tipli. Bəli, VPS-dən eyni. Artıq müasir tipli. Bəli. Aha. Bir saniyə, bu hara getdi? Mən hara qaçır? Hə, burada deyirəm də. Hə, artıq müasir tipli. Bura araya gəlməmişəm. Yox, artıq müasir tipli modemlərdə VPS və VPI sistemləri var. Nə deməkdir? Yəni təhlükəsiz girişləri icazə vermirlər. VPI və VPI2 bunlar hər ikisi eyni şeydir. Sadəcə birin daha üst modelidir deyə. Yəni VPI2 daha VPI-yə görə təkmilləşdirilib, gelişdirilir mənasında. Amma belə çərçivə olaraq hər biri heç bir fərqi yoxdur. Baxın orada demişəm ki, Wi-Fi qorunan giriş sistemləri, Wi-Fi qorunan giriş sistemləri nə deməkdir? Yəni artıq müasir tipli Wi-Fi-larda VPI ilə VPS heç VPS demişəm, VPI, VPI2 sistemləri olduğuna görə artıq nə baş verir? Onların hacklənməsi, qırılması, nə bilim parolunun sındırılması nə hala gəlir? Biraz imkansız hala gəlir və imkansız vəziyyətə gəlmiş olurlar. Bəli. Bu heç, bu isə heç. Sonra keçirik nəyə? Sonra keçirik bağlantı növlərinin seçimi. Dialoglar, bunlar gələn dərs. Bunların hamısını bugün deməyəcəm. Dialoglar gələn dərsdədir. Sonra keçirik Soho-ya. Bayaq dediyim Soho-ya. Soho nədir? Soho small office, yəni balaca ofis. Balaca ofis idarəsinin qısaltması, yəni kiçik ofis və ya ev ofis şəbəkəsi deməkdir. Kiçik ofis. Bu evlərdə, ümumiyyətlə də ofislərdə, balaca ofislərdə şəbəkə qururlar, internet şəbəkəsi. Ona deyirlər, bax bunu soruşa bilirlər. Soho prosesi. Soruşarlar ki, Soho prosesi nədir? Soho prosesi. Soho prosesi, Vüqar bəy, bu balaca ofislərdə, kiçik evlərdə, evdə yox ha, ümumi evi nəzərdə tutmuş. Çünki evdə LAN kabel vasitəsilə qurulur. Kiçik ofislərdə, balaca ofislərdə biz nədir? Yəni şəbəkə, internet şəbəkəsinin qurulması, şəbəkənin qurulması deməkdir. Soho prosesi. Bəli. Ona deyirlər Soho. Ona çaşıb deməyin ki, LAN şəbəkəsi vasitəsilə. Yəni ona deməyin ki, LAN-la qoşulur, şey olur da, yəni ona deyin ki, Soho prosesidir o, Soho prosesi. Ya hər yerdə yox, kiçik yerlərdə. Ya bax kiçik baba, hər bir kiçik ofisin şəbəkəsi var, görünür. Bu günlərdə əksər evlərdə falan. Bunlara deyirlər Soho prosesi. Nə deyirlər? Soho prosesi. Soho prosesi. Bəli. Yəni o Soho prosesi vasitəsilə qoşulur. Və bu Soho prosesini də Vüqar bəy yadda saxlayın. Qoşmaq üçün bağlantı növləri var. Bağlantı növləri. İndi bağlantı növlərini deyirəm, amma sellərini gələn dərs deyəcəm. Çünki gələn bayağı bir uzundur onun növləri. Bir xırdalığına qədər baxacağıq. Bağlantı növlərində, çünki hər bir kabel, nə bilim Cat 5-i var, 5Y-si var, 6-sı var, 6Y-si var, 6G-si var.
Bunların hər biri SOHO prosesində fərqli-fərqli əməliyyatları icra edir. Çünki nəyə görə SOHO prosesində balaca şəbəkədə axı ona fiber optikdir, GPON-dur. Bu kabellərdən daha çox istifadə etmək məsləhət görülür ki, sürət baxımından daha əlverişli və daha əlçatan nə olsun, daha əlçatan olsun. Və bunların da indi mən göstərim növləri. Baxın, Dial bu AppPods vasitəsilə qoşulması var, hansı ki bu köhnədir. DSL vasitəsilə qoşulması var, fiber optiklə qoşulması var, istəyənlə qoşulması var və s. və ilaxır bunları gələn dərs deyəcəm hamısını.